Müğənni rəqsanə İsmailova Qumralın oxuduğu "Dünya sənin, dünya mənim" ifasının YouTube-dan silinməsinə münasibət bildirib. Yeni Sabah xəbər verir ki, ifaçı ortalığı qatanların olmadığı halda xalq artistinin mahnını sildirməyəcəyini bildirib. Əks halda elə bir şey edəcəyini düşünmürəm. Məncə o Qumralın oxumağına icazə verərdi. Mən də dəfələrlə Hikmət Aslanovun mahnılarını oxumuşam. Lakin sonda ifa etdiyim bir mahnını o da sildirdi. Düşünmürlər ki, millətimizin qızıdır, öz övladımızdır. Erməni deyil ki, mahnıdır da, qoyun oxusun. Xatırladaq ki, Qumral bir müddət əvvəl Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısını oxuyub və sözləri təhrif edib. Xalq artistinin qızı Röya isə Qumralın ifasını YouTube-dan sildirib. Daha operativ və maraqlı show-biznes xəbərləri üçün Xəbər Bürosu kanalına abunə olun və bildirişləri aktiv etməyi unutmayın.